Yani orada ben boğulurdum. Yani çok geçen tuttu o güllətini. Yani düz orada kamera biraz sert çekirdi ha. Yani tam tuttu o güllətini. Çok pis düştü kamera ama doğrudan da boğulurdum. Uca göz qaraldı. Uca elə bildim suda indi bu dəqiqə sönəcəm, qurtaracaq da. Ama fənddən mən çıxış bilirdim. Ben o fəndin üstündə çok işləmişdim. Ben bilirdim ki ben bir gün ayağa girəcəm, mən o boğazı tutacaqlar. Aha. Ama ben hazırlaşmışdım. Ortada bir dənə boynumu belə qaldırdım, əlimi, o əlini açdım, biraz nəfəs getdi. O nəfəs mənə imkan verdi ki, bir 5 saniye dözebildim. O da yorulur axı, bütün Hə, gücünü hə. koy. Yani ondan sonra ayıldım. Biraz yattım o yanında. Gözüm qaraldı. Ondan sonra ayıldım. Orada təp eləməyi fikirləşdin yoxsa yox? Hey. Bir yerdə bir də əlin belə getdi. Mən başa düşmədim ki, sonra o əlindən elə bil onun dirsəyini başladın aşağı əyməyə də. Ben istedim o ayağını etəliyim. Mhm. O tap kimi gözləndi. Sonra özüm də fikirləşdim ki, bir də hakimlə belə tap eləm. Əlimi belə göstərdim. Yəni Aha. kameraya düşməyim bu. Hə, hə, o Belə biri göstərdim, əldə çünki. hakim sakit oldu. Ondan sonra boğulurdum ucu. Yani Arman Sarıkan'ın bir vəziyyəti Aha, var. o Oliveira ilə. Eyni oldu. Həm də orada mənə şey kömək elədi ki, şortikim sürüşdü. Orada mənə imkan verdi ki, ayağımı sürüşdürüm sağ tərəfə. Hə. Ona görə nəfəs ala bildim. Amma belə tam kip tutmuşdu. Daha 3 ay Braziliyada spor geçen adam çok Hə. yani o gilətini tutmaq normaldır.